tamamilə doğrudur. Böyük cərrahiyyə böyük kəsik demək deyil. Böyük cərrahiyyə lazımi kəsik deməkdir. Yəni hardan, nə qədər və necə. Söhbət kəsik, əməliyyat kəsiyinin yəni ölçüsü maştabından gedərsə, yəni əməliyyat travmatizmdən gedərsə, amma bu böyük cərrahiyyə böyük kəsik deyil məsələsinə mən biraz daha geniş yanaşma edərdim yəni. Böyük cərrahiyyə böyük kəsik demək deyil cümləsi arxasında biraz çox şaxəli məsələlər var. Yəni, həkim düşünən zaman mütləq qaydada bir əməliyyata, xüsusən mürəkkəb əməliyyatlardan söhbət gedir, fərdi olaraq qərar verməməlidir. Məncə, burada müzakirə olunan nöqtələr və suallar varsa, mütləq şəkildə konsilium qərar olmalıdır. Yəni, o bu sahədə daha təcrübəli, ona dərs demiş və yaxud da həmkarları olan insanların bir toplusunu etməlidir. Bu əməliyyat bir də müzakirə olunub, əməliyyat planı haqqında ciddi qərar qəbul olunmalı. Yəni, əməliyyata tələsməməli. Bu cümlənin əsas fəlsəfələrindən biri budur. Bəzən dinamik müşahidələr tövsiyə olunur. Elə patologiyalar var ki, burada əməliyyatın aparılmağı təcili olaraq mütləq deyil. Bəzən dinamik müşahidələr xəstəliyin gedişatının hansı istiqamətdə dəyişməyi və dəyişən istiqamətdə hansı müdaxilənin aparılmağı. Bunlar əsas şərtlərdir. Yəni, böyük cərrahiyyə dərhal kəsmək, əməliyyat etmək və cərrahiyyə müdaxilə etmək demək deyil. Mənə görə böyük cərrahiyyə müşahidə etmək, düzgün qərar vermək, hər mərhələdə lazımi əməliyyatı etmək deməkdir. Yəni, bu halda cərrahiyyə əməliyyatlar uğurlu ola bilər.